Ürək xəstəliyi olanlarla bağlı bir xəbərimiz olacaq. 20 dekabr tarixli gündəm xəbərinin efirində bir məlumata diqqətinizə çatdıracağıq. Belə ki, son illərdə ürək xəstələrinin yaşı olduqca azalıb. Gündəm xəbər məlumat verir ki, həkimlər bu vəziyyətin qeyri-sağlam qidalanma ilə birbaşa əlaqəli olduğu qənaətindədirlər. Mütəxəssislər son zamanlar geniş yayılan və gənclərin daha çox istifadə etdiyi içkilər və qidalarla bağlı həyəcan təbili çalıb. Bildirilir ki, ürəyiniz sizdən daha yaşlı ola bilər. Məsələn, qeyri-sağlam qidalanan, hər gün enerji içkiləri qəbul eləyən, idmandan uzaq olan, siqaretdən istifadə eləyən 35 yaşlı gənclərin ürəyi məhz 55-60 yaşlarında olur. Tam əksinə, bioloji yaşı 56 olan, ancaq qidalanmasına və həyat tərzinə diqqət edən hər bir insanın ürək yaşı isə 40-dan artıq deyil deyə elmi araşdırmalar zamanı elm adamları belə bir məlumatı diqqətinizə çatdırır. Odur ki, sağlam qidalanın ki, ürəyiniz də heç deyilsə sizinlə yaşıd olsun.